Salam dəyərli həmkarlar, əziz şagirdlər. Bugün Azərbaycan tarix fənni üzrə ibtidai icma vuruşu mövzusuna baxacağıq. Mövzu özlüyündə vacib mövzulardan biridir. Həm geniş mövzudur, həmçinin hər il qəbul imtahanlarında ən az bir sual bu mövzudan düşür. O cümlədən müəllimlərin işə qəbul imtahanında da suallar hazırlanan zaman bu mövzuya toxunulur. Ehtimal ki, sertifikasiyada bir neçə sual ibtidai icma vuruşu mövzusundan gələcək. Baxaq mövzuya. İbtidai icma quruluşu bəşər cəmiyyətinin yaratdığı ilk və ən uzunömürlü quruluşdur. Bundan başqa biz quldarlıq quruluşu, feodalizm quruluşu və son olaraq dövrdə yaşadığımız kapitalizm quruluşundan danışırıq. İlkin olaraq ibtidai icma quruluşuna baxaq. İbtidai icma quruluşu əmək alətlərinin hazırlandığı materiallara görə 3 dövrə bölünür. Bunlara daş dövrü, tunc dövrü və dəmir dövrü aiddir. Uyğun olaraq daş dövründə əmək alətləri daşdan, tunc dövründə tuncdan, dəmir dövründə də dəmirdən hazırlanırdı. Daş dövrü özü də üç mərhələyə bölünür. Qədim daş dövrü, orta daş dövrü və yeni daş dövrlərinə. O cümlədən tunc dövrü də üç mərhələyə bölünür. Erkən, orta və son tunc dövrlərinə. Dövrlərin ayrı-ayrı mərhələlərə bölünməsi əmək alətlərinin təkmilləşdirilməsinə görə idi. Ardıcıllıqla baxacağıq alt, orta, üst paleolit dövrləri, mezolit, neolit, enolit, erkən tunc, orta tunc, son tunc və dəmir dövrlərinə. Yeni dərslərə əsasən paleolit dövrü mərhələləri qeyd olunmur, amma bizə məlumdur ki, bu ilki 11-lərə artıq qəbul imtahanlarının proqramı hazırdır. Əvvəlki dərslikdən suallar gələcək. O baxımdan qısa da olsa həm yeni məlumatlar qeyd olunub dərs boyu, həm də köhnə dərslik əsas götürülür. Daş dövrü özü də üç mərhələyə bölünür. Qeyd etdiyimiz kimi bunlara qədim daş dövrü, orta daş dövrü və yeni daş dövrləri aiddir. Qədim daş dövrü olan paleolit özü də ayrıqda üç mərhələyə bölünür. Alt paleolit, orta paleolit və üst paleolit dövrləri. Qədim daş dövrü paleolitə baxaq. İlk insanın yaranmasından eramızdan əvvəl 12-ci minə qədərki dövrü əhatə edirdi. Qeyd etdik ki, bu dövr üç mərhələyə bölünür. Alt paleolit dövrü ilk insanın yaranmasından 100 min il bundan qabaqki dövrə qədər davam etmişdi. Orta paleolit dövrü 100 min əvvəldən eramızdan əvvəl 35-ci minə qədərki dövrü əhatə edir. Üst paleolit dövrü eramızdan əvvəl 35-ci minlikdən 12-ci minliyə qədər davam etmişdir. Paleolit dövrünün öyrənilməsində Xocavənd rayonu ərazisində yerləşən, demək, Ağzı mağarasından tapılan materiallar mühüm rol oynayır. Azıq mağarası ilə bərabər biz Kəlbəcərdə Zar, Xocavənddə Tağlar, Ləlikdə Buzeyr, Naxçıvanda Qazma, Qazaxda Daş Salahlı, Damcılı mağaralarından tapılan maddi mədəniyyət nümunələrində qeyd etməliyik ki, bu dövrün öyrənilməsində mühüm rol oynayır. Adı çəkilən yaşayış yerləri və o cümlədən mağaralar, abidələr haqqında əlavə olaraq xəritə üzərində izahımız olacaq dərsin davamında. Alt paleolit dövrünə baxaq. İlk insanın yaranmasından 100 min il əvvələ qədər davam etmişdir. Bu dövrdə baş vermiş yeniliklər. İlk insan tipi olan bacarıqlı insan yarandı. İlk əmək alətləri meydana gəldi. Bunlara sivri daş, yerqazan çubuq və dəyənək aiddir. İlk insan kollektivi olan ulucma yarandı. Ulucma haqqında qısa şərh verək. Demək, möhkəm deyildi, tez-tez dağılır və yenidən qurulurdu. Kör təbii xarakteri daşıyırdı. İnsanların ilk kollektivi idi. Əsasən gündəlik tələbatı ödəmək üçün misal olaraq qeyd edə bilərik ki, bu kollektivlər əsasən ov mövsümündə formalaşırdı və insanlar bir yerə toplaşaraq ov mövsümündə bir kollektiv yaradırdılar. Ov mövsümü təxminən 2-3 ay davam edirdi və bu mövsüm bitdikdən sonra ulucma yenidən dağılır, növbəti o mövsümdə yenidən təkrar olaraq qurulurdu. Buna görə də biz qeyd edirik ki, ulucma möhkəm deyildi və kör təbii xarakter daşıyırdı, tez-tez dağılır, yenidən qurulurdu. Bu dövrün təsərrüfatı mənimsəmə təsərrüfatı adlanır. İnsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər, yəni ovçuluq və yığcılıqla məşğul olurdular. Buna görə də bu dövrün təsərrüfatına mənimsəmə və yaxud istehlak təsərrüfatı deyilir. İnsanlar ilk dəfə təbii otdan istifadə etməyə başladılar paleolit dövründə. Otdan əsasən vəhşi heyvanlardan qorunmaq və istemək üçün istifadə olunurdu. İnsanların bu kimi ilkin vərdişləri əmək alətləri hazırlaması onları heyvanlar aləminə ayırdı. Orta paleolit dövrünə baxaq, 100 min il bundan əvvəl başlamış, eramızdan əvvəl 35-ci minə qədər davam etmişdir. Bu dövrdə yeni insan tipi olan neandertallar yarandı. Axirət dünyasına inam və ilk dini təsəvvürlər formalaşdı. İnsanlar süni otu əldə etdilər, çaxmaq daşını bir-birinə sürtməklə. Vulkanik şüşədən iti silahlar düzəldilirdi. Bu dövrdə o cümlədən insanlar əsasən maral, ayı, vəhşat və dağ keçisi ovlayırdılar. Bu dövr Mustiye dövrü də adlandırılır. Üst paleolit dövrü eramızdan əvvəl 35-ci minlikdən eramızdan əvvəl 12-ci minliyə qədər davam etmişdi. Bu dövrdə iqlim mülayimləşir, bitki və heyvanat aləmində dəyişikliklər baş verir. Üst paleolit dövründə sonuncu buzlaşma dövrü də başa çatmışdı ki, qeyd etdiyimiz bu dövrdə, yəni buzlaşma dövründə bizə adları məlum olan iri, böyük heyvanların əksəriyyəti demək, nəsli kəsilmiş oldu. Və bu da növbəti mərhələdə, yəni mezolit dövründə insanların ovçuluq vərdişlərində yeniliklərə gətirib çıxaracaq. Müasir insan tipi olan ağıllı insan meydana gəldi. Ağıllı insan meydana gəlməsi ilə əlavə biz yeniliklər görəcəyik. Ulucmanın qəblə icması əvəzləşdi. Qəblə icması daha möhkəm kollektiv idi və insanların ana xətti ilə birləşməsi nəticəsində yaranmışdı. Ana xətti ilə birləşmənin səbəbi qadınların cəmiyyətin həyatında mühüm rol oynaması idi. Burada biz
onların rolunu görürük. Əsasən odun qorunub saxlanmasında, qidaların hazırlanmasında, uşaqlara baxılmasında və bütün bu amillər ana xaqanlığının yaranmasına səbəb olmuşdur üst paleolit dövründə. Ana xaqanlığı dövrü erkən Tunc dövrünə qədər davam etmişdir. Daş və sümük üzərində işlənmiş incəsənət nümunələri yarandı bu dövrdə. Səsli nitq yarandı və ən elverişli ünsiyyət vasitəsilə çevrildi. Üst paleolit dövrünün ən mühüm yeniliklərindən biri idi bu. Bu dövrə qədər insanlar əsasən işarət dili ilə danışırdılar və sutkanın qaranlıq vaxtı onların bir-birini görməsi, hərəkətlərini görməsi çətin idi. Və üst paleolit dövründə zərurət səsli nitqin yaranması və onun ən elverişli ünsiyyət vasitəsilə çevrilməsi də nəticələndi. Daş alətlərə yanaşı sümükdən hazırlanan bıçaq, süngü, qarmaq, biz iynədən də istifadə edilirdi. Paleolit dövrünün yaşayış məskənləri, o cümlədən demək ki, ilk abidələr və mağaralar yerləşdiyi ərazilərə baxaq. Xocavənd rayonu ərazisində Azıq mağarası qeyd etdiyimiz kimi alt və orta paleolit dövrünün öyrənməsində mühüm əhəmiyyət kəsb edir. O cümlədən Xocavənddəki Tağlar mağarası, Kəlbəcərdə Zar, Qazaxda Daşsalaqlı, Naxçıvanda Qazma və Leyiç rayonundakı buzyer mağaraları paleolit dövrünün öyrənməsində mühüm əhəmiyyət kəsb edir. Orta daş dövrünə baxaq. Orta daş dövründə mezolit dövrü adlandırılır. Mezos orta, lit daş mənasında verir. Yunan dilindən tərcümədə belə adlandırılır. Eramızdan əvvəl 12-ci minillikdən eramızdan əvvəl 8-ci minilliyə qədər davam etmişdir. Orta daş dövründə bir çox yeniliklər var. Bu dövrdə insanlar ox və kaman ixtira etdilər. Ox və kaman ixtirası müəyyən bir zərurətin nəticəsidir digər bütün ixtiralar kimi. Belə ki, bayaq qeyd etdik, üst paleolit dövründə sonuncu buzlaşma dövrü başa çatır və bu buzlaşma dövründə insanların əvvəllər nizə ilə ovlaya bildikləri iri heyvanların nəsli kəsilir və mezolit dövründə daha xırda, daha cəld hərəkət edən heyvanları ovlamaq çox çətin idi və bu zərurət ox və kaman ixtirası ilə nəticələndi. Ox və kaman ixtirasının da nəticələri var. İnsanlar daha uzaq məsafədən, daha təhlükəsiz ov şəraitin yaratdılar özləri üçün və o cümlədən bu şərait daha çox ərzaq təminatının yaranmasını gətirib çıxardı. Ərzaq ehtiyatının çoxluğu insanlara imkan verdi ki, ovladıqları heyvanların ballarını əhəlləşdirsinlər və beləcə ibtidai maldarlığın əsası qoyulmuş oldu. Qadınlar topladıqları, meşələrdən topladıqları meyvələrin, toxumların yerə düşdükdən sonra düzəldiyini gördülər və özləri həmin toxumları yerə səpərək ilkin əkinçilik vərdişlərini formalaşdırdılar və beləcə ibtidai əkinçiliyin də əsası qoyuldu. Demək ki, mezolit dövründə həm ibtidai maldarlığın, həm də ibtidai əkinçiliyin əsası qoyulur. Beləcə mənimsəmə təsərrüfatından istehsal təsərrüfatına da keçid baş verir. İbtidai incəsənət xeyli inkişaf etdi mezolit dövründə. Bunu biz görə bilərik Qobustan qayışlı təsvirlərində. Axirət dünyasına inam artır həmçinin. Açar məqam kimi yadda saxlaya bilərik. Axirət dünyasına inam orta daş, daha doğrusu orta paleolit dövründə yarandı, artdı orta daş dövründə. Bu dövrdə mikrolitik kiçik ölçülü əmək alətləri meydana gəlir. Həmçinin əmək alətləri əsasən daş, dərəgözü və sümükdən hazırlanırdı. Yeni daş dövrünə baxaq. Neolit dövrü adlanır bu dövr. Eramızdan əvvəl 8-ci minillikdən eramızdan əvvəl 6-cı minilliyə qədər davam etmişdir. Neolit dövrü özünə məxsus yeniliklərlə yadda qalır. Belə ki, əkinçi və maldarlıq bu dövrdə əsas məşğuliyyətə çevrildi. Əkinçi maldarlığın əsas məşğuliyyətə çevrilməsində nəticələri var. Belə ki, insanlar oturaq həyata keçdilər və ilk ev təsərrüfatları formalaşdı. Artıq insanlar özləri üçün evlər inşa edəcəklər. Bəs bunların səbəbi nə idi? Əkinçi və maldarlıq əsas məşğuliyyətə çevriləndən sonra artıq insanlar daimi olaraq bir yerdən başqa yerə köçmək zərurətini duymadılar. Belə ki, paleolit dövründə və əlbəttə mezolit dövründə də proses davam edib. İnsanlar əsasən ovçuluq və yığıcılıqla məşğul idilər və fəsildən fəsilə köç edən heyvanların ardınca bir yerdən başqa yerə köçürdülər. Daimi olaraq yaşayış məskənlərinin olmamasının səbəbi də elə bu idi. Əkinçi maldarlıq əsas məşğuliyyətə çevriləndən sonra artıq insanlar özlərinə lazım olan məhsulları özləri istehsal etdilər və bir yerdən başqa yerə hansı bir səbəbə görə köçməyə ehtiyac qalmadı. Və insanlar oturaq həyata keçdilər. Oturaq həyata keçmənin özünün nəticələri var. Sənətkarlıq sahələri yarandı bu dövrdə. Baxaq sənətkarlıq sahələrinə. Demək, hansılar idi onlar? Duluçuluq, dərişləmə və toxuculuq. O cümlədən bu dövrdə insanlar daş alətləri cizalamağı, deşməyə öyrəndilər ki, bütövlükdə bu yeniliklər tarixə neolit inqilabı kimi düşür. Toxuculuqda sümükdən hazırlanmış iydən istifadə olunurdu. Əmək alətləri əsasən daş, dərəgözü və sümükdən hazırlanırdı. Mis daş dövrünə baxaq. Bu dövrü eneolit dövrü adlandırırıq. Enos, mis, lit daş mənasında işlədilir. Eramızdan əvvəl 6-cı minillikdən eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdi eneolit dövrü və bu dövrdə insanlar ilk dəfə metalla tanış oldular. İlk tanış olduqları metal mis idi və daha yumşaq idi. Ondan əmək alətləri hazırlamaq çox rahat idi, amma insanlar həm də düşünmürdülər ki, mis yumşaqdırsa, ondan hazırlanan əmək alətləri daha tez keyfiyyətini itirəcək. Bunu sonradan gördülər və həmin dövrdə də, yəni mis daş dövründə də əmək alətləri əsasən daşdan hazırlanırdı. Misdən isə əsasən bəzək əşyaları hazırlanırdı eneolit dövründə. Evlər dairəvi formada çay kənarlarında çiy kərpicdən və möhrədən inşa olunurdu. Tox əkinçiliyi daha da inkişaf etdi. Tox əkinçiliyi yaranıb neolit dövründə, amma daha geniş formada istifadə olunub eneolit dövründə. Ona görə eneolit dövrü əkinçiliyinə tox əkinçiliyi dövrü də deyirik. Taxılı oraqla bitirdilər və saxsı iri küp qablarda saxlayırdılar. Bu əlbəttə ki, ərzaq küpləri idi. Ovçuluq və balıqçılıq ikinci dərəcəli məşğuliyyət sahəsinə çevrildi. Təsərrüfatda əsasən qara mal və tavar bəslənilirdi. Bu dövrdə bizə məlum olan bütün ev heyvanlarının əhəlləşdirilməsi başa çatdı.
Mezolit dövründə qeyd etdik ki, insanlar heyvanları əhəlləşdirməyə başladılar. Eneolit dövründə isə bizə məlum olan bütün ev heyvanları artıq əhəlləşdirildi. Əhalinin məşğuliyyətində sənətkarlıq mühüm yer tuturdu. Bu da son dövrlərdə testlərdə tez-tez soruşulan məqamdır. Dəfn adətlərində və dini inanclarda da dəyişikliklər baş verdi. Belə ki, bu dövrdə ölüləri əsas insanlar yaşayış məskənlərində, evlərin içərisində dəfn edirdilər və o cümlədən onların üzərinə qan rəmzi olan oxra səpirdilər. Və həmçinin dini inanclarda dəyişiklik baş verdi. Belə ki, ovsun və cadu eneolit dövründə daha geniş şəkildə yayıldı. Gələk, demək, xəritədə baxaq biz paleolit, mezolit, neolit və eneolit dövrü abidələrinə. Paleolit dövrü abidələrini biz görürük. Dairə formada verilmiş qara fonda figurlarla göstərilib, işarələnib. Demək, Xocavənd rayonu ərazisində Azıq və Tağlar mağaraları paleolit dövrü öyrənməsində mühüm əhəmiyyət kəsb edir. O cümlədən Kəlbəcərdə Zar, Qazaxda Daşsalahlı, Naxçıvanda qazma, Lerikdə buz yer mağaralarını görürük ki, bu dövrün öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Mezolit dövrü abidələrinə biz Qobustan abidəsini və Damcılı mağarasını misal gətirə bilərik. Bu dövrün öyrənilməsi üçün mühüm rol oynayır. Neolit və eneolit dövrü abidələri uzaq formada verilib. Burada Azərbaycan ərazisində Kamil təpə yaşayış yeri, o cümlədən Şahtəpə, Cəlilabadda Əlikömək təpə, Naxçıvanda 1-ci Kültəpə yaşayış yerlərini misal göstərə bilərik ki, bu dövrün öyrənilməsində söhbət neolit və eneolit dövrlərindən gedir, mühüm rol oynayır. Tunc dövrü, demək, Tunc dövrü ibtidai icma quruluşunun artıq bir növ dağılmasından da danışacağıq. Sonuncu erkən dəmir dövründə bu sonuncu dövr hesab olunur, həm də dəmir dövrünün qısa olduğunu biz nəzərə alsaq. Tunc dövrü özü də üç mərhələyə bölünür. Erkən, orta və son Tunc dövrlərinə qeyd etdiyimiz kimi əmək alətlərinin təkmilləşdirməsinə görə Tunc dövrü üç mərhələyə bölünmüşdür. Erkən Tunc dövrünə baxaq. Erkən Tunc dövrü eramızdan əvvəl 4-cü minilliyin ikinci yarısından eramızdan əvvəl 3-cü minilliyin sonuna qədər davam etmişdi və erkən Tunc dövründə birinci ictimai əmək bölgüsü baş verdi. Birinci ictimai əmək bölgüsü nə deməkdir? Bu dövrdə əkinçilik maldarlıqdan ayrıldı. Belə ki, mezolit dövründə əsası qoyulan əkinçilik maldarlıq Tunc dövrünə qədər ümumi təsərrüfat kimi məşğuliyyət sahəsi idi. Erkən Tunc dövrünə qədər əkinçilər həm də maldarlıqla məşğul olurdular. Yəni bu təsərrüfat eyni şəxslərin əlində cəmləşmişdi. Tunc dövrünün ilk mərhələsi olan erkən Tuncda əkinçilik maldarlıqdan ayrıldı. Belə ki, əkinçilər yalnız əkinçiliklə məşğul oldular, maldarlar isə xüsusi olaraq maldarlıq təsərrüfatına məşğul olmağa başladılar. Bu hər iki sahədə yeniliklərə səbəb oldu. Əkinçilikdə xış əkinçiliyi tətbiq olundu, toxanı əvəz etdi. O cümlədən süni suvarma sistemləri yaradıldı. Maldarda nə baş verdi? Artıq əkinçilik təsərrüfatı olmayan maldarlar rahatlıqla yaylaq və qışlaq maldarlıqla, yəni köçəri maldarlıqla məşğul ola bilərdilər. Buna görə də biz qeyd edirik ki, erkən Tunc dövründə maldarlıqda köçəri yaylaq maldarlığı formalaşdı. Bu da əlbəttə ki, inkişafın bir göstəricisi hesab olunur. Ata xaqanlığı yarandı bu dövrdə, ana xaqanlığını əvəz etdi. Səbəb metal emalının genişlənməsi, o cümlədən toxanı xışın əvəz etməsi və bu sahələrin əsasən kişi əməyini tələb etməsi idi ki, erkən Tunc dövründə kişi əməyi ön plana keçdi və ata xaqanlığı formalaşdı, ana xaqanlığı süqut etdi bir dövr. Sosial bərabərlik yarandı bu dövrdə, yəni təbəqələşmə formalaşdı. Bir neçə qohum qəbilənin birləşməsi nəticəsində tayfalar yarandı. Ölülərin yaşayış məskənlərindən kənarda dəfn edilməsinə başlanılır. Qəbilələr üzərində qurğanlar qurulurdu, elə bu sosial bərabərliyi göstərən amildir. Ölü yandırma və kollektiv dəfn etmə adətləri yarandı. O cümlədən dini ayinlərin icrası üçün xüsusi ibadətgahlar inşa olundu ki, bu tez-tez erkən Tunc dövrünə aid suallarda bizdən soruşulur. Söhbət Xaçmazda Sərkərtəpə, Qazaxda Babadərviş, Naxçıvanda Kültəpə və Maxda ibadət evlərindən gedir. Eramızdan əvvəl 3-cü minilliyin sonlarından eramızdan əvvəl 2-ci minilliyin ortalarına qədər davam etmiş Orta Tunc dövründən danışaq. Bu dövrdə ikinci ictimai əmək bölgüsü baş verdi. Belə ki, sənətkarlıq əkinçilik mallardan ayrılaraq müstəqil sahəyə çevrildi və bu da sənətkarlığın inkişafında yeniliklərə gətirib çıxardı. Duluzçuluqda yenilik, boyalı qablar mədəniyyəti formalaşdı. Bağçılıq, bostançılıq, üzümçülük və üzümçülüyün də yaranması ilə şərabçılığın meydana gəlməsini biz müşahidə edirik bu dövrdə. Bütün bunlar istehsal sahələrinin genişlənməsi, təsərrüfatdakı inkişaf, mübadilənin genişlənməsinə, nəticə etibarilə ticarətin yaranmasına səbəb oldu. Ticarətin yaranmasını götürürük Orta Tunc dövrü. İlkin şəhər mərkəzləri meydana gəldi. Elə bu da təsərrüfatın inkişafı əsasən ticarətin yaranması ilə paralel gedirdi. İlkin şəhər mərkəzlərinə biz misal göstərə bilərik. Qarabağda Üzərlikdəpə və Nərgiztəpə şəhər mərkəzlərini, o cümlədən Urmiyada Göytəpə, Naxçıvanda 2-ci Kültəpə və Oğlanqala. Hər birini Tunc dövrünə aid demək xəritələr üzərində növbəti slaytda izah edəcəyik. Sosial bərabərlik artdı, böyük tayfa ittifaqları yarandı. Demək, iri tayfa ittifaqları digər kiçik tayfa ittifaqların ərazisini mənimsəyirdi, işğal edirdi və beləcə böyük tayfa ittifaqlarına çevrilirdilər. Bu da Orta Tunc dövründə daha geniş formada xarakterizə olunur. Son Tunc erkən dəmir dövrünə baxaq. Eramızdan əvvəl 14-cü əsrdə başlayır bu dövr və eramızdan əvvəl 7-ci əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə 3-cü ictimai əmək bölgüsü baş verdi. Uyğun olaraq biz erkən Tunc dövründə 1-ci, Orta Tunc dövründə 2-ci və son Tunc dövründə 3-cü ictimai əmək bölgüsünün baş verdiyini görürük. 3-cü ictimai əmək bölgüsünə görə sənətkarların içərisindən tacir qrupları ayrıldı. Belə ki, ticarət yaranmışdı, biz qeyd etdik ki, Orta Tunc dövründə. Amma burada ticarəti kimlər görürdü son Tunc dövrünə qədər? Elə sənətkarlar özləri.
məhsul istehsal edirdilər və onu bazara çıxarıb satırdılar. Amma son Tunc dövründə sənətkarların içərisindən tacir qrupları ayrıldı ki, onlar məhsul istehsal etməyəcəklər. Yəni bu sahə ilə məşğul olmayacaqlar. Yalnız məhsulun satışı ilə məşğul olacaqlar. Bu da ticarət deməkdir. Tacir qruplarının müstəqil şəkildə formalaşması demək idi ki, növbəti mərhələdə sənətkarlıq məhsullarına tələbatı artıracaq bu amil və nəticədə duluzçuluq sənəti yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Belə ki, ayaqla hərəkətə gətirən duluz çarxı da son Tunc dövründə ixtira olundu. Eramızdan əvvəl 7-ci əsrdən başlayaraq dəmirdən geniş istifadə olunur. Bu təsərrüfatın inkişafına birbaşa təsir göstərəcək. Dini inanclarda dəyişikliklər baş verdi. Bu dövrdə insanlar oda, aya, günəşə, ulduza və heyvanlara inamları yarandı, geniş yayıldı bu. O cümlədən ata sitayiş ayini meydana gəldi son Tunc dövründə. Ata sitayiş ayini meydana gəlməsinin səbəbi atdan həm minik, həm də qoşqu vasitəsi kimi istifadə etmələri idi ki, insanların demək bu dövrdə mühüm rol oynadığı üçün bu heyvan ona sitayiş etməyə başlamışdı insanlar. Tayfa başları da şəxsiyyəti ilahiləşdirilir bu dövrdə. Belə ki, son Tunc erkən dəmir dövründə tayfalararası toqquşmalar artır və cəmiyyət müharibələrdə ümid yeri kimi tayfa başçılarını görürdülər. Bir növ xilaskar kimi, ona görə də tayfa başçılarının şəxsiyyətini ilahiləşdirmişlər, onların qəbirlər üzərində böyük kurqanlar inşa edirdilər. Erkən Tunc dövrünün abidələrinə baxaq. Erkən Tunc dövründən əsasən testlərdə gəlir suallar. İlk ibadət evlərindən. Hardadır ilk ibadət evləri? Xasmaz dağı, Sərkərtəpə. Biz Xasmaz rayonuna getməliyik. Bu, Azərbaycanın şimal-şərqində yerləşən bir rayondur. Xəzər dənizinin sahilində. O cümlədən Rusiya Federasiyası ilə sərhəddə. Qazax iki ölkə ilə sərhəddə yerləşir, Gürcüstan və Ermənistan. Burada Baba Dərviş yaşayış yerində ilk ibadət evi aşkarlanır. O cümlədən biz Naxçıvanda Maxta və Kültəpə yaşayış yerlərindən tapılmış ibadət evlərini görə bilirik ki, erkən Tunc dövründə inşa olunmuşdu bu abidələr. Orta Tunc dövrü abidələrinə baxaq. Orta Tunc dövründə əsasən biz şəhər mərkəzlərindən danışırıq. İlk şəhər mərkəzləri Qarabağda Nərgiztəpə, o cümlədən Üzərlikdəpə, Urmiyədə Göytəpə və həmçinin Naxçıvanda 2-ci Kültəpə və Oğlanqala yaşayış yerləri bu dövrün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir ki, burada ilk şəhər mərkəzləri formalaşmışdır. Son Tunc ilk dəmir dövrü abidələrinə baxaq. Son Tunc ilk dəmir dövrü demək abidələrindən biz əsasən kurqanlardan danışacağıq. O cümlədən Xocalda tapılmış Assuriya dövləti ilə əlaqəni sübut edən və Assur hökmdar adamlarının adı həkk olunmuş muncuğu qeyd etməliyik. Kurqanlarla bərabər biz bu dövrdə inşa olunan iri müdafiə qalaları, sikloped tikilləri misal gətirməliyik. Gədəbəydə Arıqdamdan tapılıb belə tikilir. O cümlədən Naxçıvanda sikloped tikilləri və kurqanları görə bilərik. Sarıçoban kurqanı Ağdam rayonu arasında yerləşir və bu kurqanda dövrün öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Xankəndi kurqanı göstərə bilərik. Oğuzun Kərimli kəndindəki tapılmış kurqan və həmçinin Tərtərin Borsunlu kəndindəki kurqan və həmçinin də elə Tərtərdə Bəymirasov kəndindən də böyük kurqanlar tapılıb ki, son Tunc ilk dəmir dövrünün öyrənilməsində bu abidələr mühüm rol oynayır. Son slaydımızda Tunc dövründə təbəqələşməni dərinləşdirən səbəblərə baxacağıq. Bu hansı səbəblər idi? Əkinçiliyin maldardan ayrılması, metal emalının inkişafı, izafi məhsul istehsalı, bu nə deməkdir? Tələbatdan artıq məhsul istehsalı, o cümlədən qonşu ölkələrlə əlaqələr, yəni bu 4 əsas səbəb Tunc dövründə təbəqələşməni, sosial bərabərsizliyi artıran amillər idi. Bəs ibtidai icma quruluşunun dağılmasına səbəb olan amillər hansılar oldu? Əmlak bərabərsizliyinin dərinləşməsi, sosial bərabərsizliyin artması da deyə bilərik buna. O cümlədən böyük tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmləşməsi, həmçinin var dövlətin fərdi ailələrdə toplanması. Bax, bu 4 əsas səbəb ibtidai icma quruluşunun dağılmasına, iri tayfa birliklərinin dövlət qurumlarına çevrilməsinə və qul əməyindən istifadənin formalaşmasına, nəticə etibarıyla quldarlıq quruluşunun yaranmasına gətirib çıxardı. Növbəti dərslərimizdə quldarlıq quruluşuna aid demək ki, mövzular, həmçinin Azərbaycanın qədim dövləti Manna, erkən dövlət qurumları bu mövzulara toxunacaq.